Salam, hər vaxtınız xeyir. Mən Toğrul karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Siz əgər iş axtarırsınızsa, sizə iş axtarışınızda dəstək verə bilərəm. Bu dəstəkdən yararlanmaq, faydalanmaq üçün isə videonun üzərində qeyd olunan əlaqə vasitəsindən mesaj yaza bilərsiniz və ya da kanala daxil olub da orada həm digər elanlarla tanış ola bilərsiniz, həm də əlaqə vasitəsini görə bilərsiniz. Bugün mən sizə bu günə olan belə deyim də ən son iş elanlarını təqdim edirəm, amma dünənin, o biri günün iş elanları ilə də tanış olmaq üçün siz yenə də həmin əlaqə vasitəsindən yaza bilərsiniz. Çünki bu tipli elanların paylaşıldığı xüsusi qrup var. O qrupda digər bufetçi, aşpaz, şirniyyatçı işlərlə də tanış ola bilərsiniz. Deməli, bufetçi işi var, 600 manatlıq yoldaşlar, Binəqədi rayonundadır, Xutordadır belə deyək. Təndir kabab restoranı lazımdır və təcrübəçi bufetçi xanım istəyirlər. Saat ondan 10-a qədərdir, belə deyim, 12 saatlıq bir işdir. Həftədə bir gün istirahət verirlər, 600 manat. Sonra aşpaz işi var, 300 manatlıq. Bu aşpaz işi 300 manatdır, bəli. Bu yeni romanda yaşayanlara belə deyim, sərf eləyə bilər. Çünki əmək qısa azdır və qeyd deyim ki, 8-10 nəfərlik bir işçiyə gündəlik ev yeməkləri bişirəcəksiniz və o yeməkləri bacaran bir xanım olmalısınız ona görə də. İş saatda 9-dan 6-ya 7-yə kimidir. Bundan əlavə şirniyyatçı işi var yoldaşlar, 450 manatlıq. Bu 450 manatlıq şirniyyatçı işi Lənkərandadır yoldaşlar. 25-40 yaşlı şəxslər üçündür. Sonra salat və qəlyanantı ustası işi var, 900 manatlıq. Zabratdadır bu iş. Daha dəqiq desək, Məhəmmədəli ilə Zabratlı yolunun üstündə yerləşən bir yerə lazımdır. Salat və qəlyanantı ustası işi. Kişi olsanız daha yaxşı olar, amma vacib deyil kişi olmanız. Yəni, xanımlar da müraciət edə bilər. Belə bir iş var. Dediyim kimi, digər bu tipli işlərlə də tanış olmaq üçün videonun üzərindəki əlaqə vasitəsində mesaj yazın ki, siz digər bu bənzəri işlərlə də tanış ola bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.